Bakıxanovda möcüzəvi epidemiya, eyni anda quruyan ağaclar və daş hasarlar. Yəqin ki, dünya botanika ilmi Sabunçu rayonunda baş verən növbəti təbiət möcüzəsindən hələ də xəbərsizdir. Adil Vəliyevin rəhbərlik etdiyi Sabunçu rayon Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsindən redaksiyamıza daxil olan bu mənzərə rayon rəhbərliyinin yaşıllaşdırma siyasətinin növbəti şedevridir. Bəli, Yavər Əliyev küçəsində qəfildən, elə-belə, heç bir səbəb olmadan daş hasarının arxasında qalan onlarla şam ağacı eyni anda infak keçirib və quruyub. Təbiətin bu qəribə işinə baxın ki, hasarın xaricindəki ağaclar hələ birtəhər nəfəs alır. Amma hasarın daxilinə, yəni kimlərinsə gələcək obyekt layihəsinin ərazisinə düşən ağaclar kütləvi şəkildə kül rənginə boyanıb. Biz əlbəttə ki, kimisə ağacları qəsdən yandırmaqda və ya məhv etməkdə birbaşa ittiham edə bilmərik. Amma Bakıdakı tikinti mafiyasının illərdir sınaqdan keçirdiyi və hamıya bəlli olan ənənəvi qurutma metodlarını ehtimal etmək redaksiyamızın və sakinlərin ən təbii haqqıdır. Ola bilsin ki, ağacların kökünə kimyəvi vitamin dökülməsi və ya suyunun kəsilib dibinin betonlanması nəticəsində onlar eyni anda bu hala düşüb. Sonra isə baxın, bu ağaclar onsuz da quruyub, sakinlərin təhlükəsizliyi üçün kəsirik deyib, yerində növbəti şadlıq sarayı, market və ya hündür mərtəbəli bina ucaltmaq ssenarisi artıq Sabunçuda adiləşib. Hasarın tən ortasından çəkilməsi, ərazidə aktiv tikinti qalıqlarının, taxta qəlblərinin olması və bütün bunların birbaşa stratejik qaz borularının mühafizə zolağında baş verməsi isə aidiyyatı qurumların bu mənzərəyə necə göz yumduğunu göstərir. Maraqlıdır, Yavər Əliyev küçəsində bu boyda daş hasar ucalanda, tonlarla tikinti tullantısı əraziyə töküləndə Sabunçu rayon icra hakimiyyətinin müvafiq şöbələri, bələdiyyə hara baxırdı? Yoxsa bu hasarlar gecə feyalarının sehirli çubuğu ilə bir saniyədə tikilib? Ortada açıq-aşkar ekoloji cinayət və özbaşınalıq var. Amma görünən odur ki, Sabunçu rayonundakı məmurlar üçün yaşıl zonalar sadəcə qazanc mənbəyindən ibarətdir. Sözsözlüyü olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətini və Sabunçu rayon icra hakimiyyətini bu möcüzəvi qəsdə aydınlıq gətirməyə çağırırıq. O daş hasarın sənədi varmı? O ağacların eyni anda qurumasının elmi izahı nədir? Mövzu diqqətimizdədir və tərəfimizdən davam etdiriləcək. Sözü gedən məsələ ilə bağlı aidiyyatı qurumların da cavab haqqını tanıyırıq.